Evdə kimdən qorxursunuz? Oğlumdan. Niyə? Uşaqdır ona görə nə işin eləyir. 8 yaşı var. Ona görə. Evdə kimdən qorxursunuz? Atamla. Niyə? Sadəcə yəni atam deyə qorxuram. Evdə kimdən qorxursunuz? Tək yaşadığıma görə özümdən qorxuram. Özünüzdən niyə? Hərdən güzgüyə baxıram, özümdən qorxuram. Bəlkə də tək yaşamağın səbəbidir. Evdə kimdən qorxursunuz? Evdə heç kimdən qorxmam, amma hər birini sevib hörmət edirəm. Evdə kimdən qorxursunuz? Açı dediyimi heç kimdən, ailə həmişə kimi ailədir, böyük ailədir. Anam, babam, mən ikisi bir qalır. Belə pismasın, heç kimdən belə qorxum yoxdur. Belə pismasın. Evdə kimdən qorxursunuz? Heç kimdən. Çəkindiyiniz adam da yoxdur. Yox, niyə çəkinim ki? Düzdür, evdə ailə üzvlərinin arasında pərdə olmalıdır, o sözsüz, amma belə çəkindiyim ya da qorxduğum kimsə yoxdur.